Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Gələcəkdə yaxşı insan, aktyor, ifaçı kimi xatırlanmaq istəyirəm. Oğlum Fuad da 1 yaşından Rus dram teatrında çıxış edir. İstərdim ki, illər sonra mən olmayanda övladlarım mənim yolumu davam etdirsinlər. Bir çox sənət adamı övladının məşğul olduğu sahədə çalışmasını istəmir. Xəbər verilir ki, bu sözləri aktyor müğənni Murad İsmail gün ortası verilişində deyib. Aktyor gələcəkdə övladlarının onu yaxşı ata kimi xatırlamasını istədiyini də bildirib. İstəyirəm ki, gələcəkdə övladlarım məni yaxşı ata kimi xatırlasınlar. Axı yaxşı atayam. Bizim ailəmizdə kişilər ailəni həmişə birinci yerə qoyur. Diqqətdən kənarda saxlamır. Övladlarıma qarşı heç vaxt diqqətsizlik etməmişəm. Mənə elə gəlir ki, onlar böyüyəndə mənimlə fəxr edəcəklər. Qeyd edək ki, Murad İsmail ötən il aktrisa Ülviyə Xəllibəyevadan boşanıb. Cütlüyün bu evlilikdən 2 oğlu var.